Müharibənin azyaşlıların psixoloji vəziyyətinə vurduğu yaraların sağalması zaman və xüsusi reabilitasiya kursu tələb edir. Belə kurs keçmək üçün Ukraynalı uşaqların növbəti qrupu ölkəmizə gətirilib. Onlar hazırda Qəbələdədir, həm müalicə olunurlar, həm də istirahət edirlər, izləyək. Müharibə başlayandan təhlükə altında yaşayan, dağıntılara şahid olan, yaxınlarını itirən Ukraynalı uşaqların 30 nəfəri indi sakit bir məkandadılar. Onlar Qəbələdə tibbi və psixoloji müayinələrdən keçirilərək 10 günlük reabilitasiya proqramına cəlb olunublar. Bu proqram çərçivəsində Ukrayna müharibəsində əziyyət çəkmiş uşaqların həm emosional vəziyyətinin stabilləşməsi, həm onların cəmiyyətə inteqrasiyasını stabilləşdirmək məqsədi ilə dəstək xidməti olaraq onlarla həm fərdi konsultasiyalar, həm qrup terapiyası, onlara dance ability, yoga terapiya, art terapiya kimi xidmətlər icra olunmuşdu və onunla yanaşı müalicəvi masajlar, müalicəvi hovuz, vannalar, müalicəvi bədən tərbiyə xidmətləri də həyata keçirilmişdir. Reabilitasiya proqramı yalnız tibbi və psixoloji xidmətlərlə məhdudlaşmır. Ölkəmizin turizm mərkəzlərindən biri olan Qəbələdə uşaqlar üçün zəngin mədəni və əyləncəli proqram da hazırlanıb. Biz əvvəlcə Bakıda olduq. Bakı həm qədimliyini qoruyan, həm də müasir şəhərdir. Kontrastlar dolu şəhər kimi yadımda qaldı. Orada dəniz, burada isə dağlar. Çox zəngin və rəngarəng təbiəti var Azərbaycanın. İnsanlar da qonaqpərvərdir. Çuxur Qəbələdə muzeyə getdik. Qədim Albaniya irsi ilə yaxından tanış olduq. Azərbaycanın antik dövrü və orta əsr mədəniyyəti haqqında maraqlı məlumatlar əldə etdik. Mütəxəssislər deyirlər ki, müalicə və psixoloji dəstəklə yanaşı məhz belə ekskursiyalar, yeni mühit və müsbət emosiyalar onların bərpa prosesinə mühüm təsir göstərir. Благодарим также за теплый прием, за вашу дружественность, человечность. Azərbaycanlılar çox istiqanlı və qonaqpərvərdir. Mən burada özümə dostlar tapdım. Hər şeyə görə minnətdaram. Sağ olun. İndiyə qədər yüzlərlə Ukraynalı uşaq ölkəmizdə sosial-psixoloji reabilitasiya xidmətlərindən yaralanıb. Hazırki proqram da bu dəstəyin davamı olaraq uşaqlara yeni xatirələr bəxş edir. Əli Səmədov, İbrahim Mustafayev, Elnarə Həsənova, AzTV xəbər.